حسن صلواتك عليه وعلى في هذه الساعة وفي كل وليا وحافظا وقائدا وناصرا ودليلا أرضك توأم وتمتعهم فيها طويلا برحمتك يا أرحم İmam zamanı qalan zuhuruna Hazretin qalbi nazari bizden razı hoşnut olsun salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Şühedai Kerbela vatanimizin şehitleri ruhları şad olsun. Salavat ala Muhammedin ve ali Muhammed. Allahümme salli ala Muhammed. Ya Rab bizi sen itret ethara bağışla. Amin. Misbah-ı huda seharda envar bağışla. Amin. Levla ki muhatap olan evvel illet-i eflaç miraza giden Ahmed-i Muhtar'a bağışla. Amin. Zulmülen hakkı gasp eden İslam'ın emiri Eynullah Ali Heydar şerrara bağışla. Torpaqlara tapşırdığım serbestler muzem Kalbindeki gizli kalan ısrara bağışla. Ya Rabbi bizi sen Hazreti Zehra'ya güzeştin. O sinedeki sedme-i mismara bağışla ey mehriban Allah. Ey bendelerine atadan anadan mehriban olan Allah. Oklara ona olan amaz-ı imame
ateşte oklara bağışla yarem. Bizi affeyle olaq dişle Hüseyin'em. Bu günləri cəm olmuşuq uşaqlar, nə böyük səadətdir. Evində malıvu, mülküvi, Hacı Surxay vəqf eləyəsən İslam'a, müsəlmanlara. Bir insanın qəlbini alasan ələ, ehsan eləyəsən. Bundan nə böyük səadət. Ya Rab bizi affeyle ona, teşne Hüseyin'e. O sare, o isare, o peyçare bağışla. تولید سلاطین سلف نامآوران روزگار، اشکانیان سامانیان سلجاقیان تاجدار، افراسیان بر جمال محمد و آل محمد و نور جمالنا صلوات. Allah şu hava-i şerbalarına inşallah sizleri mehşur eylesin. Ama Abdullah Hüseyin eylesin. Hoş bulduk. Her ruhuna bir salavat. Salli ala Muhammed ve ali Muhammedin ve accil feracan. Bu günleri inşallah Ruzi Ali Yaskar'dı inşallah. Allah Azze ve Celle sizleri bizleri Ali Yaskar'la inşallah. Allah Teala onun Babel Havaic balası. Ali Yaskar'ın əliyle inşallah hacətlərinizin bərabırda bir xeyr eləsin. Allah inşallah Babel Havaic hacətlər qalsın inşallah. Allah sizin balalarınızı gözlərinizin çırağını qərar etsin. Allah onları sizə çox görməsin. Əbu Abdullah Hüseyin Aleyhisselamın bu günləri xırda 6 aylıq südə məri ki qurban elədi. Dinin yolunda bu günləri səndən oturmuşum bu din üstə. Onun balasının inşallah zikri müsibeti olacaq bu günləri. Bilirsiniz ki, bunu deyin biləsiniz, tarixçəsini sonra biləsiniz. Əbu Abdullah Hüseyin Aleyhisselam bilirsiniz ki, Əhl-i Beytindən Əhl-i Beyti Peyğəmbərdən 18 nəfər fərdə oldu qurban. Əhl-i Beyti qurban. Amma ümumən 72 şühəda-i Kərbəlayı. Onlardan ən kiçik şəhidimiz 6 aylıq. Əbu Abdullah Hüseyin Aleyhisselamın həm Əli Qasimi getdi, həm Əli Əşbəri getdi, həm Rüqəyyəsi 3 yaşında dönümlərin rozasını oxudu. Ən xırda qurbanı Əli Yasqar. Ki bilirsiniz ki, uşaq, bilirsiniz ki, Əhl-i Beyt Aleyhisselam Ab Furatın kənarında suyun yolunu bağlamışdılar. Ki vardır, rivayətdə buyurur, Aşuranın 2 gün qalmış, bir nəfər gəldi, İmam Hüseyin Aleyhisselamın yaxınlarından biriydi. Dedi ki, ağa icazə ver, bunlar sizinki Əhl-i Beytin yolunda suyu bağlayırlar. Sen efosunu almak ister, ortadaşı yazılır, onu biraz azal. Sonra okuyanda görersen. Yoksa bilmezsen harap edersen, ortadaki. Ha, görsen altında yazılır efo. Görsen yazılır efo, bilir. Bəli, Həmdan qəbiləsindən idi. Dedi ki, ya əxa Həmdan gəldi. Dedi ki, ağa icazə ver, İbn Ziyadla gedim danışım. İbn Ziyadla gedim danışım. Həzrət buyurdu ki, İbn Ziyadla sən nə danışacaqsan? Dedi ki, İbn Ziyadla gedim danışım. Mərhal adamdır, mən onunla cavanlıqda bir yerdə büyümüşüm, bir kətdəniyim, bir obadanıq. Gedim onunla danışım. Deyim ki, ağa bu su ki, suyun kənarındadılar. Furat, Kərbalaya getməmişsiniz də, yəni aramızda gedənlər vardır. Allah inşallah hamıza nəsib eləsin. Dedi ki, deyim ki, bu Furat, siz təsəvvür elə bir dənə rikadır, böyük bir rika axır.
Burada reka var da, burada sular axır. Sən təsəvvür elə burada bu çay var. O boyda çay Peyğəmbərin əhl-i beyti gətiriblər Mədinədən bütün Peyğəmbərin sülaləsi. Sən mən hamısı müsəlman qoyaq. Bəziləri bu suyun yolunu bağlayır. Heyvanlara veriblər insana. Bu sudan içsə, məsələn, nə olar? Gəldi, dedi ki, icazə, Abdullah Hüseyin Aleyhisselam dedi ki, faydası yoxdur, getməyəliyim, yəni ki, xeyri yoxdur. Dedi ki, ağa, icazə verin mən gedim. İmamlarda bir şey var, ona deyirlər, İtmam-ı hüccət. İtmam-ı hüccət o deməkdir ki, yəni hüccəti tamamlamaq. Əgər gəlirlər oradan bu qab-qaşıq səsini də bitirsələr, onlar da gəlib otursalar məclisdə bir tərəfdən, sonra şu işləri şey deyirlər sonra. Çünki heyfim gəlir bu sözləri, başa düşdün? Sözləri onlar hərməsi istifadə edirlər. Sonra görərlər də, sonra görərlər. O qab-qaşıq Mən kömək edəcəm, gəlin. Ama Abdullah Hüseyin Aleyhisselam buyurdu ki, git. İtmam-ı hüccət eləmək üçün, dedi git. Geldi. Gördü ki, İbn-i Ziyad məl'un xeyməsinin yanında oturur. Dedi ki, geldi yanında durdu, gördü ki, kılıncını itirir İbn-i Ziyad. Başladı, geldi ki, durdu belə, dedi ki, başladı söhbət eləməyə oldu. Dedi ki, sən mənə niyə salam verirsən, salamsız, zatsız başladı söhbəti. Əvvələstü muslimən, belə qalq dedi ki, əvvələstü muslimən İbn-i Ziyad dedi ki, müsəlman deyiləm mən. Müsəlmana salam verərlər. Qayıtdı dedi ki, ya əxa Həmdan, ey Həmdan qəbiləsindən olan qardaşım. Yəni həmin o İmam Hüseyin Aleyhisselam göndərdiyi elçiyə qayıtdı ki, İbn-i Ziyad. Ya əxa Həmdan, əvələsü muslimən, müsəlman deyiləm mən. Dedi ki, ətəvunnu ennəkə muslim. Yəni sən düşünürsən ki, sən müsəlmansan. Dedi, niyə görə də belə düşünməyim? Niyə müsəlman deyilim? Dedi ki, hādəl ma'ul furat. Yeşrubuhul kilab vel khanazir. Furat sahil ki görürsən, buradan yeşrubuhul kilab. Kilab, kəlb sözünün cəmidir, itlər. Vel khanazir də xinzir sözünün cəmidir. Xinzir də donuz deməkdir. İtlər, donuzlar, yəni ən bunlar heyvanlar belə o sudan içməkliyə azaddılar. Sən də Peyğəmbərin bütün ayalını, əhl-i beytini tökübsən Abu Furatın kənarına. Furatın kənarında bunların üzərinə suyu bağlamısan və suya həsrətdilər. Və sən onlara susuzluğundan qırırsan və sonra mənə deyirsən ki, mən müsəlman deyiləm, mənə niyə salam vermirsən? İndi deyiyorum, sən müsəlmansan yoxsa? İbn-i Ziyad məlum qayıtdı ki, dedi ki, filan ya əxa Həmdan. Düzdür, mən bilirəm Peyğəmbərin əhl-i beytinin ehtiramını saxlamamaq nə deməkdir? Onun əhl-i beytinə zülm eləməkliyi nə deməkdir? Amma nə edeyim ki, dünya malı, dünya vəzifəsi, məsuliyyəti gözümü tutubdur. Bir dənə bu söz sənə və mənə bir dənə zəngi xətərdir. Zəngi xətərin mənası budur ki, bir dənə elə bil krasnı svetli göstərir. Krasnı kartiçka. Yəni nə? Deməli, müsəlman olmaqlıq şərt deyil. Əcəba sən və mən orada olsaydıq, əgər imanım zəif olarsa, dünya pərəstçiliyi, şan şöhrət pərəstçiliyi, pula, sərvətə bağlanmaqlıq, bunlar qəlbimi tutarsa, dindən, imandan xəbərim olmazsa, səni mənə də o his aradan, yəni imanımızı əlimizdən ala bilərdi yoxsa. Ona görə dedi ki, olar, ama biraz çok quru olun, biraz qeyb olsun. Siz təsəvvür edirsiniz, məgər İbn-i Ziyad bunlar Əbu Abdullah Hüseyin Aleyhisselamla cihad eləyəndə adını qoymuşlar cihad və deyirdilər ki, bu qurbətən ilə Allah da Allah rızasınadır və öz qoşununa fərman verəndə
Əbu Abdullah Hüseyin Aleyhisselamın və Peyğəmbərin Əhl-i Beytin əleyhinə deyirdilər, ya xeylallah, ay Allahın qoşunu. Siz təsəvvür ediyorsunuz, nətər ola bilər bir qoşunu ki, zamanın imamının əleyhinə qiyam edir, fətva verir, fəmman verir və onların məqsədi imamı öldürməkli, Peyğəmbərin balalarının qanını tökməkli edir. Bu qoşun şeytanın qoşunu olar, yoxsa Allahın qoşunu olar. Bu qoşuna nə ad qoymalıdır sənə? Sən qoyaq kənara, Əbu Abdullahı qoyaq kənara, sən neytral bir insan kimi, heç müsəlman da deyilsən, şiaçiliyi qoyuram kənara, kənar bir adam, tam neytral bir insan kimi. Bir adam gəlib Peyğəmbərin balası, onun günahsız balaları, Əhl-i Beyti, bir dənə də kənar bir qoşun gəlibdir, onu istəyir öldürər. Onların qanını tökər, üstlərinə suyu bağlayırlar, evlərindən işləsinə deyir. Eyni onun oxşarını deyiləsən, onu qoyaq kənara, Kərbəlayı da qoyaq kənara. Suriyada hamımız şahid oldu. İqil. İqil nəyin şeyiydi? Сокращенностью. Şeytan qoşunu. ИГИЛь. Исламское государство, Irak и Şam. Ərəb dilində deyirlər Daesh, Dövlətil İslamiyyə. Daesh sözünü Şam, Şam və Irak. Azərbaycanda deyirlər İşil. İşilin mənası nə deməkdir? Irak, Şam, İslam dövləti. İşil, Irak, Şam, İslam dövləti. Dövlət təyin eləmişlər. İslam dövləti, Irak və Şam. Bir dəstə İraqın torpağından qəsb elədilər, bir dəstə Suriyanın dövlətindən torpağı işğal elədilər, adına qoydular İşil. Irak və Şam İslam dövləti. Əsl İslam dövləti bizim dövlətimizdir. Peyğəmbərin zamanındakı dövləti biz istəyirik bəna eləyək. Ne edirlər? İslamın istəyirlər ki, həqiqi simasını bütün bu günləri 21-ci əsrdə dünyaya tanıtırlar. Üzür istəyirəm, İraqdan qadınları, qızları əsir götürdülər. İraq işi öz bazarlarında $100 satırdılar. Cəmaatın qızlarını, həyat yoldaşlarını bazarlarda kölə kimi, kəniz kimi satırdılar. Budur, əgər İslam, həqiqi İslam qəsb olunarsa. İmam Hüseyin Aleyhisselam nəyə görə əslən bizim bugünkü bəhsimiz elə onun barəsindədir. İmam Hüseyin Aleyhisselamın Qiyam-ı Kərbəlanın fəlsəfəsini bəyan edəndə dedi ki, وَعَلَى الْإِسْلَامِ السَّلَامِ اِذَا بُلِيَتِ الْإِسْلام ki buyurdu İslam'a Əssalam. Əssalam yəni İslamın Fatihəsini dahi oxuyuruz. Nə vaxt? O vaxtı ki, İslam gələ, bəli. Ələl-İslam, əssalam, İzə buliyyətil ümmət bir-ra'i misli Yezid. Rəiyyət, müdiriyyət, İslamın rəhbəriyyəti Yezid kimi şahsın əlinə keçdirsə, İslamın baydağı onun əlinə verilsə, ələl-İslam, əssalam. İslamın Fatihəsini oxuyuruz. Niyə görə? Din-i İslamın kökdən artıq dəyişdilər. Dinə xurafatlar, bidətlər, dinin fundamental məsələlərini başladılar kökdən dəyişməyə. Buna görə İqil bu günləri onlar İslam namı ilə elhamdülillah Allah tövfiq verdi və ələlxüsus Cümhuri İslami İranın Allah Teala bayrağını hər yerdə uca eləsin və məqam məzəm rəhbərinin Allah Teala salamat eləsin ki və həmsinin Qasım-ı Süleymanilərin rəhbərliyi altında ki kimisi ona adlar qoydular, terörist adını qoydular. Bu günləri Amerika kimi şəxsiyyət, dövlət gələ bir şəxsi terör eləyəsən və adını qoyarsan, özündə sual eləməsən. Naskoka bu adam önemli bir adam idi ki, Amerika kimi dövlət, hegemon, terörist dövləti deyə ki, bəli, onu mən oydum. Sən önemsiz şəxs olsaydı, o adamı
O boyda dövlət deyərdi, mən öldürəm. O kimdir axı, məsələn, mən onu öldürəm və deyirdi ki, mən öldürmüşəm. Deməli, naskoka dünyada güclü bir insan idi ki, İsrail, Amerika və böyük əbərqüdrət dövlətləri milyard dollarla pul xərclədilər. Bu cəbhəni, bu qruprovkanı, bu qurğunu həyata gətirdilər. İslamın və təşəyyüün kökünü, rişəsini kəsməkdən ötəri idi. İslamı terrorizm kimi dünyaya göstərmək məqsədi idi. Və ona da nail oldular. Bir miqdar, müəyyən bir zaman. Elhamdülillah, Allah Teala onların zahiri, həqiqi çehrəsini bütün dünyaya göstərdilər. Və dedilər ki, xeyr, bunlar nayomlik idilər. Bunlar İslamdan çox xəbərli yoxdur, saqqal bırakırlar. İslam zahirən. Ya da ki, o batil düşüncəli vahabilər idi ki, ona dili qoşulmuşlar ora. Və onları da elhamdülillah öz yerlərində də çatdılar. Vasıl oldular babalarının yoluna. İmam Hüseyin aleyhisselam bu yolda. Biz daima çalışmışıq insanlara bunu çatdıraq ki, Əbu Abdullah Hüseyin aleyhisselamın məktəbi 5 nəfər, 10 nəfər bir yerə oxuyub, yığılıb, sinəyə vurub ağlamaqdan amal bu deyil. Amal budur ki, biz necə rəhbərlərin dalınca gedirik və o rəhbərlər hansı yol üstə can verdilər və bizə kişilik dərsini öyrətdilər. Bəşəriyyətə mərdaniyyət. La əfirru. Bir dənə tarixi sözü var da, vardılar sana. Mitli. Bu söz dəyər qızılla yazasan, vurasan başın üstünə. Əbu Abdullah Aleyhisselam buyurdu ki, mitli la yubayi mitlə. Bu sözü yadımda saxla. Misli la yubayi mislə. Mənası nə deməkdir? Misli yəni mənim kimisi, misil, mənim mislim. Mənim kimisi la yubayi, beyət eləməz, mislə, onun kimisinə. Mənim kimisi, onun kimisinə beyət eləməyəcək. Niyə görə Əbu Abdullah Hüseyin aleyhisselam buyurmadı, mən Yezidə beyət eləmərəm. Əgər Əbu Abdullah Hüseyin aleyhisselam bu sözü deseydi, Həzrətin sözü çox kiçildərdi. Həzrət tarixi bir dənə sözdür. Tarixi, bütün tarixə, bəşəriyyətin tarixində qalan bir söz idi. Mənim kimisi, onun kimisinə beyət eləməz. Yəni, hər zamanda Hüseyin surətli insanlar olacaq haq tərəf və hər bir zaman Yezid tək qasibkar, qan tökən, şarabxor, zinazadə, İslama, müsəlmançılığa xain bir dövlət rəhbəri olacaq. Vəzifə bilmək lazım. Hər bir zaman, bəli, hər bir zaman mənim kimisi də olacaq, məzlum, haqqı tapdalan və hər bir zaman haqq tapdalayan da olacaq. Və mənim kimisi, yəni Hüseyin sifətlər heç vaxt Yezid sifətlərə beyət eləməyəcək və tabi olmayacaq. Ləbbeyk ya Hüseyin. Ləbbeyk ya Hüseyin. Biz bu günləri 14 əsr keçməyinə baxmayaraq Əbu Abdullah Hüseyin aleyhisselamın məktəbindən dərs alırıq və istəyirik deyək ki, biz o kişinin Hüseyin, biz sizlə. yolunda olsun. Bu günləri biz deyirik ki, Ləbbeyk ya Hüseyin, Ləbbeyk ya Hüseyin, Ləbbeyk ya Hüseyin. Yəni, Hüseyin, mən səninləyəm. Biz hətta ziyarət-i aşura ki, oxuyur Əbu Abdullah Hüseyin aleyhisselamın, o ki, orada deyirsən, ya Əbu Abdullah Hüseyin aleyhisselam, İnni silmun limən salamakum və harbun limən harabakum. Silmun limən salamakum. Sülh eləyirəm hər kimdən ki, səndən sülh elədi. Və hərbun limən harabakum. Hər kəs səndən hərb elədi, müharibə elədi, davalı elədi, mən də ondan dava edirəm. İstəyirəm deyəm ki, ya Əbu Abdullah Hüseyin, mən səninlənəm. Əgər istəyirsən bu günləri Əbu Abdullah Hüseyin aleyhisselamla əhd-i peyman bağlayasan, sanki o zamandasan, necə özü göstərə bilərsən? Bir dənə pasport da elə bil sanki ziyarət-i aşura sənin kimliyini təyin eləməsidir, hüviyyətini təyin eləməsidir. Sən hansı dəstədənsən, qoşulu oraya qoyalım. Zalimin tərəfdarısan, yoxsa məzlumun tərəfdarısan. Haqqın tərəfdarısan, batilin tərəfdarı.
bu məktəb Əbu Abdullah Hüseyin Aleyhisselamın, ona görə də İmam Xümeyni Rəhmətullah Teala aleyh ki buyurdu ki, bizim hər nəyimiz var, ma hərçi darim əz Kərbala o səfər است. İslamda nəyimiz vardı? Kərbala və səfər. Az Məhərrəm o səfər است. Məhərrəm və səfər aylarında. Ki, yəni Allah bu aylarda bizim haqq və batıl olmağımızı, kimin haqq tərəfdarı, kimi bugünkü günləri bayram edir, bir-birinə pozdravlər yazır. O bilinir ki, bu Yazidilərdən. Kimi də deyir, yox ağa, nə ağa, mənim ağamın qətli yetiribsiniz siz bu günləri. Hələ sonra da deyirsən ki, müstəhəbbidir oruç tutasan. Biz bayramlarda bilirik müstəhəbbidir oruç tutmağı. Olmaya Əbu Abdullah Hüseyin Aleyhisselamın qətl gününü bayram bilirsən, hələ istəsən bir oruç da tutasan, savab iş görmək istəyirsən. Pəs, qiyam-ı Kərbəlanın amalından hədislər buyurur ki, İmam Hüseyin Aleyhisselam buyurur ki, və aləl İslam əs-səlam İzə buliyyətil ümmə. Ümməti İslam bira'i misli Yezid. Yezidin hakimiyyətinin altına düşdüsə, İslam'a sarsılan. Digər bir yerdə Həzrət buyurur ki, qiyamının fəlsəfəsini buyurur ki, və ənə əd'ukum ilə kitabillah. İnsanlar, mən sizi Allahın kitabına dəvət edirəm. Və sünnəti nəbiyyi, Peyğəmbərin sünnəsinə. Çünki buyurdu ki, Həzrətin öz kəlamlarında vardı, buyurdu ki, İslam dini Muhammediyyül hudus və Hüseyniyyül bəqa. Düzdür, İslam dini Peyğəmbər gətiribdir, amma Peyğəmbər gətirib Hüseyniyyül bəqa. Hüseyin onu saxladı. Qanı ilə, canı ilə. Dedi ki, fəya suyuf, ey qılınclar, əgər qərardır ki, cəddin Peyğəmbərin gətirdiyi din mənim qanımla qorunub saxlala, fəya suyuf, xuzuni, onda nəyə durursunuz? Ey qılınclar, ay iti qılınclar, xuzuni, doğrun məni, tökün qanımı. Ki, təki bu din qorunsun, yaşansın, saxlansın. Bu din qanlar, başlar veribdir. Bəd buyurur ki, وَاِنَّمَا خَرَجْتُ لِتَلَبِ الْإِصْلَاحِ فِي ümmeti cəddi. Soruşsalar Əbu Abdullah Aleyhisselamın qiyamından məqsəd neydi? Dedi ki, mən xaric oldum li-islahi fi ümmeti cəddi. Cəddimin dininin islahatına xatir. Ki, islahat aparır. Ən amra bil-ma'ruf və ənha anil munkar. Əmr bi məruf və nəhyəz münkər. Bu günləri əgər bir müsəlman əmr bi məruf, nəhyəz münkər eləməzsə, o Əbu Abdullah Hüseyin Aleyhisselam, fəqət Əbu Abdullah yox, Qur'anın əsən ayələrindən, hükmündən çıxmış olur. Əmr bi məruf, nəhyəz münkər hər bir insanın borcudur. Hər bir insanın borcudur ki, özünü, ailəsini onu bir dəfəndə qutar da. Əbu Abdullah Hüseyin Aleyhisselamın məktəbi bizə onu öyrətdi. Dedi ki, əmr bi məruf elə, nəhyəz münkər elə. Din, necə hər birimiz ailəmizin, uşağımızın çörəyi üçün çalışırıq? Gecə, yəni dinin sənə qarnından önəmli deyil idi. Yəni, qarnın sənin ailən, düzdür, onun üçün sən ruzu qazanırsın, o da öz yerində. Hər bir insan, yəni dininin müqabilində ən azından ailəsinə diqqət yetirdiyi qədər Allahın dininə diqqət edir. Bu günləri mən dinim üçün neyləmişəm? Hansı addım atmışam Allahın dini? Yusuf olsun bir SMS-i göndərmədən bəzi göndər, paylaş, bunu çatdır. Deyirəm ki, bu günlər sabahlar gedə Əbu Abdullah Hüseyin Aleyhisselamın dininizə qarşı biraz həsadətiniz olsun, axıllığınız olsun. Gedəm dininin qeyrətini çəkər. Bu günləri bir nəfər aparır İmam Hüseynin məclisinə. Qoy, ağamızın məclisi şərafəti keçsin. Bir dənə gəlir-gələndə qonşusuna deyər, bacısı gedək məclislər. Borcumuz da gərək bu işi görər. Gərək də bu işi görər. Həccə gedəndə həcdə olurdu həcdə.
Həcə gedəndə bilirsən, zapravkaya girirsən, zapravkasının işi gücü nədir? Benzin vurmaq. Benzin verir, sənə bir dənə götürüb broşura verir. Hələ baxmaraq, batil əqidədədirlər, vahabizm. İstəyir o benzin vuran, ya taksist ki gedir, taksistin işi nədir? Klienti çatdırsın, 5 manat pulunu alsın, qoysun. Gedir, yolda da danışır sana. İstəyir o virusu sənə çatdırsın. O özünü ki batil bilmir. Özlüyündə belə düşünür ki, bu mənlə getdiyim yolda heç olmasın bunu o mənzil başına çatdırana kimi bəlkə də fikrində hansısa bir islahat işə vardır. Hər bir şəxs dağın baş ətəyində durub orada ki, qarxal ora başlayır sözünü deməyə. Bu olmaz, bidətdir, şirkdir, haram. Hər bir insanın borcudur Qur'anın və Allahın hökmünü insanlara çatdırmaqda bu cür məsuliyyət ehsas eləməlidir. Ona görə də sizin doğrudan da bu şəhərdə, bu iş təqdirə layiqdir hər bir insan. Təqdirə layiqdir ki, doğrudan siz burada bu işi Peyğəmbərin işini görürsünüz. Həzrəti İbrahimin işini görürsünüz. Allah İbrahimin barəsində deyir ki, İbrahim bir ümmət idi. Ümmət. Salavat deyin Muhammed Ali. İndi belə bir şəhərdə də bəzi adamlar biri hərə bir şeyin alverin dalıcadır. Bugünlər bu qardaş durur gəlirsə, bu işi görürsə, doğrudan da bir ümmətin rolunu oynayır. Cəmaat hamı bir tərəfə, deyir ki, yox, kəriz dinimiz var, namaz qılaq, oruç tutaq. Əbu Abdullah Hüseyin Aleyhisselamın. Bu qəhrəmanlıqdır bu şəhərlər. Ki bu hədisə deyim, ərzim tamam inşallah Mərsiyə deyəcəyik, Roza oxuyacaq. Ki mənə bu günləri su verən yoxdur. Roza xanınız oxumasa da biz də sual. Yəqin ki belə qərar verirlər ki, bu günləri məhərrəmlidir. Su olmaz verirlər. Buyurur ki İmam Hüseyin Aleyhisselam buyurdu ki fakat alimtum enne Resulullah ey insanlar biliriz enne Resulullah sallallahu aleyhi ve sellem kad kal fi hayatihi Peygamber o zamanında demişti ben onu işitmişim men ra'a Ebu Abdullah Hüseyin Aleyhisselam'dan soruştular sen niye kıyam eləmək istəyirsən? Bu niye göre niye oturursan evinde yaşıyorlar? Medine'de oturuyordun Peygamberin Ebu Abdullah Hüseyin Aleyhisselam Peygamberin balasıydı. Hamı Müslümanlar tanıyırdı onu. Ebu Abdullah Hüseyin Aleyhisselam, İmam Hüseyin Aleyhisselam qiyam eləməsiydi, Kərbəladan gəlməsiydi, ilə Mədinədə otursaydı, Yezid kimi şəxsiyyət xilafət edir, mənim nə işim var cəhənnəmə, nə qayrı Ebu Abdullah Hüseyin sana deyə bilərdi, ağa sənin qaşın üstündə, gözün üstündə qaşın var. Oturacaqdı orada, ağalığını edəcək. Qoy olsun hakimiyyət Yezid evində. Amma Ebu Abdullah Hüseyin Aleyhisselam sükut eləmədi. Ebu Abdullah Hüseyin Aleyhisselam qiyam edəndə soruşdular ki, ağa, niyə qiyam edirsən? Dedi ki, mən Peyğəmbərdən eşitdim, bu sözü eşit. Peyğəmbərdən eşitdim, Peyğəmbər Əkrəm buyurdu. Mən ra'a sultanen, cairən, mustahillen li haramillah. Hər kəs bir sultan, bir padişah, bir hakimin dönemində və onun zamanında yaşaya ve o zalim hakim müstahillen haramillah. Allah'ın haramını halal, Allah'ın halalını haram ediyor. Nakisen li ahdillah. Allah'ın ahdini qıra insanlar arasında. Muhalifen li sünnetillah. Allah'ın sünnəsinin aleyhine hərəkət ediyor. Ya'malu fi ibadihi bil ithmi vel udvan ve fi ibadillah bil ithmi vel udvan. İnsanlarla düşmənçilik ediyor, insanlarla günahla rəftar ediyor. Thumma lem yugayyir bi fi'lihi ve la qawlihi. Ve eğer bir o zaman da o hakimin zamanında da yaşayan insanlar, rəiyyət, yani səlmənlər də eğer lem yugayyir bi fi'lin ve la qawlin, eğer heç bir hərəkət eləməyə o zalim hakimin müqabilində sükut ediyor. Ne işiyle bir şey değişiriyle, ne danışığıyla diliyle değişiriyle. Kana hakkan alallahi en yudkhila medhala. Allah Teala o şəxsi sükut ediyəni o zalim hakimin yerine cəhənnəmə vasil deyəsən. Deyəcək, sən ki bilirdin,
hansı əməli, hansı mübarizəni göstərdin? Haramla, ziddiyyətlə, hansı müxalif? Dedin, Ayşə, mən elə qarpızımı satıram, qarpızı da satdım. Nə bilim, torpaq satıram, deyəcək, ağa, mən zapsa satıram, o deyəcək, mən bilim, hələ bir işlə məşğul. Tamam. Deməli, sənin üçün çox vacib idi o iş. Bəs din, İslam, Qur'an, harada da sənin mübarizən, harada sənin haqq sözün, harada sənin batillə mübarizən. Dediyim bu qısa sözlər, məsələn, biraz çox bura şey oldu, üstü oldu, əgər ya kondisioneri, ya pencerəni açasan biraz işləyir. Nəsə mənə işsiz gəlir. Salavat əla Muhammed. Salavat desən, yeməyi siz yiyibsiz, salavat, mənim səsim sizdən bərk çıxır. Salavat əla Muhammed. Ya yemək çox yağlıydı, boğazı tuturdu. Belə şey olar. Buradakı elə isti gətirmişsin, məclis qutarana inşallah bu su yiyər. Bər cəmalı Muhammed və Ali Muhammed, salavat. Allahümme salli ala Muhammedin ve ali Muhammedin ve accil faracahum. Işıkların biraz onların eləyə bilsiniz, bizlərlə şey deyəsiniz, nurunu azaldasınız. Sallallahu ala Muhammedin ve ali Muhammedin ve accil faracahum. Ekber başımın şak olur olsun, ne işim var. Dilsiz balam emsin o Hupistan əvəzində bülbüllerimin yansa da kaşanesi yansın. Yazsınlar tikanlıqda Gülistan əvəzində. Ey kaş, Əbu Abdullah Hüseyin Aleyhisselamın dilindəndir. Əgər tuta bilsəz dediyim sözləri, məclisdə də hal tapacaqsınız. Hal tapdın, ürəyin sındı, gözündən yaş gəldirsə xoşallığa. Biz də dua ediriz. Allah buyurur ki, mən sınıq qəlblərdəyəm. Hədisdə də var buyurur ki, mən bəka, hər kəs Hüseyin üçün ağlayar. Əv əbka, hər kəs Hüseyin üçün digərini ağladar. Əv təbaka, hər kəs Hüseyin üçün ağlayanlara qoşula, özünü də ağlayanlara oxşadar. Vəcəbə ləhul cənnət. Cənnət ona vacibdir. Çünki məzlumə ağlayasan, məzlumun deməli, o da fəlsəfə vardır, yəni həqqaniyyətini dərk eləyəsən. Ən aşağısından göz yaşı ilə etirazı bu, ona olan zülmə. Əgər qəlbin yanırsa, deməli, sən zülmü götürmürsən. Zülmə qəlbin. Əgər bir insanın qəlbi ağlamasına, deməli, bunlar hamısı hədislər açıqlamalıdır ya, bu psixoloji zərdən açıqlamalıdır ki, niyə görə bunu deyir? Elə kör-körənə bu hədisi deyəsən ki, yox. Hər kəs Hüseynə ağlayır. Amma məzluma ağlayan deməli ki, onu məzlum bilər və zalimin pis rəftarını bilər ki, bu zülm eləyir bunu. Tamam? Və əgər insan haqq tərəfdardırsa, haqq tərəfdarı olan insansa, məzluma qəlbi yanmalıdır. Bilir ki, bunun haqqı deyildir, buna zülm olunubdur. Haqqını alımdan, əlindən qəsb edirlər. İnsan bir anlıq özünü onun yerinə qoysa, bu adam mənə də, bu halət mənə də üz versə, deməli, mənim də özüm qəlbim sınar. Şühəda-i Kərbəlanın ruhlarına salavatla yazılır. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bu cəmin əmvatının ruhlarına salavat yad edir. Allahümme salli ala Muhammed ve ali Muhammed. Kətimizdən, şəhərimizdən, elimizdən, obamızdan, cavanlarımız Qarabağ
müharibəsində şəhid oldular. Allah onların valideynlərinə səbir versin. Əgər bu Amin. cəmin də yaxınlarından dünyası dəyişən varsa, Allah onlara səbir versin. Şəhidlərimizin ruhları şad olsun, salavat deyək. Allahümme salli ala Muhammed Ali Muhammed. Bu cəmində Allah fəlamatına rəhmət eləsin. Bizim Hacı xanım bacının da anası yaxınlarda dünyasını dəyişib. Allah ona rəhmət eləsin. Amin. Allah bu məclislərin savabına inşallah nuru aid eləsin. Elə onun balası bu məclisdə xidmət göstərir, xadimlik eləyir. Və onun damadı burada xadimlik eləyir. Biz Əbu Abdullah Hüseyin əleyhissalamın qapısının nökəriyik. Və buna da iftixar eləmək. Bu qapı nökərçiliyi sevir. Əgər onlar özlərini nökər bilirlərsə, biz Əbu Abdullah Hüseyin əleyhissalamın zəvvarlarının ayaqqabılarına cütləməkliyə başımıza tac qoymaq deməkdir bizim üçün şərəfdir. Çünki bizə bu yolu onlar göstərirlər. Onlar deyirlər ki, bu yolda ucalmaq istəyirsənsə özünü alçalt. Bu yolda alçalmaqlıq ucalmaq deməkdir. Biz bu qapıda xadim olmalığımızı, necə ki, 700 yurduz İraqda Əbu Abdullah Hüseyin əleyhissalamın zəvvarlarında. Biz o qapının nökəriyik. Daima Allah onlar o məqamı verirdir. Ki, eşidibsən, Əbbasi xəlifələrinin deyir, birinin övladı olmurdu. Nəzr elədi, onlar da Əhl-i əleyhissalama düşmən olurlar. Düşmən olurlar. Əbu Abdullah Hüseyin əleyhissalama. Nəzr elədi. Dedi, Allah mənə övlad ver, bir oğlan versin mənə, övlad versin mənə. Nəzr eləyirəm, onu Hüseyin zəvvarının qatili qərar verərəm. Onların fikir, özləri mənfurlar, niyyətləri də mənfurdur. Əbbasi xəlifələri daima Əhl-i Beyt əleyhissalamı da imamları da öldürən onlar olurlar, zəhərlədirlər, öldürürlər. Dedi ki, Allah, bunlar bu cür edirlər Əbu Abdullah Hüseyin əleyhissalamın qapısına gedir. Əbu Abdullah Hüseyin əleyhissalamın nəzr edirəm, bir övladım olar, oğlum olar. Gətirib qoyaram Kərbəla yolunun üstündə. Onlar ki, gedirlər Əbu Abdullah Hüseyin əleyhissalamın qəbrini ziyarət eləməklə, onlara qatil olsun. Allah ona bir övlad verir. İllər keçdi, övlad həddi buluğa yetişdi. Gəldi, dedi ki, oğul, illər də keçir, bu günləri məcburam səni deyər. Mənim nəzrim, sən nəzirlə dünyaya gəlibsən, nəzir niyasın. Nəzrin, atacan nəzrim nə olub? Dedi ki, ata, oğul nəzrim bu olub ki, balam, Hüseyin ibn Əlinin qatili olasın, zəvvarına. Gələ bunu yerinə getirəsən. Əcəblidir, bəli. Gəldi, durdu Kərbəlaya, Əbu Abdullah Hüseyin əleyhissalamın zəvvarlarının yolunda. Durur ki, bir nəfəri öldürsün ki, ta nəzri də atasının nəzrini yerinə yetirsin. 2 gün, 3 gün, 5 gün cəmaat gəlib gedir, birini bir xəlvətə sala öldürə, başara bilmir, eləyə bilmir bunu. Yorulur günlərin bir günündə, yatır aləm-i rüyada, görür ki, qiyamət günüdür. Elə o ki, yorğun durur bu yolun qırağında. Allah Əzə və Cəl bu rüya vasitəsilə Allah bəzən həqaiqləri, insana həqiqətlərə gözünü açır. Aləmi gördü, rüyada gördü ki, qiyamət bərpa olundur. Hərəni bir tərəfə seçirlər, bunu da dedilər ki, ağa, aparız, nida gəldi, bunu aparız cəhənnəmə. Bunun niyyəti pəlid idi, pis idi, Əbu Abdullah Hüseyin əleyhissalamın zəvvarlarının qatili olmaq istəyirdi. Bunu dartırlar, cəhənnəmə aparırlar, bunu aləmi rüyada görür. Birdən-birə nida gəlir ki, saxla onu, saxla onu. Aparmaz onu, olmaz. Niyə görə olmaz? Dedi ki, bunun düzdür, niyyəti pis idi, amma onun üzərində paltar-palazət günlərlə də bu yolda durub, zəvvarlar ki, gəlib gedirdilər, Əbu Abdullah Hüseyin əleyhissalamın ayaqlarının, ayaqqabılarının altından o qalxan o tozlar ki var idi, onun libasını üstünüzlərinə otururdu. Cəhənnəm həya eləyər, bunu yandıra. Çünki Əbu Abdullah Hüseyin əleyhissalamın zəvvarının ayağının tozu onun üzərindədir. Yuxudan ayrılır, deyir ki, Allah-u Ekber, bu nə yuxu idi mən gördüm. Bəlkə də Allah Teala bu yuxu vasitəsilə mənə həqiqəti gözümü açmaq istəyir. Atam mənə nəzr edib ki, mən bu zəvvarları öldürüm. Allah Teala istəyir rüya vasitəsilə sənə göstərək ki, istəyirsən Əbu Abdullah Hüseyin əleyhissalamın hörmətini biləsən, əyağının tozu sənin cəhənnəmə getməkliyə qabağını aldı.
Mələklər deyirlər aləmi rüyada, evi yoxdur Allah, biz bunun libasını yuyarıq. Libasını yuyarıq, yəni təki bu adam üçün deyir ki, nida gəlir duvara. Əgər libasını yuyarsınsa, bu tozlar tökülsün, onun gözlərini necə yuyarsın? Necə gözləri deyir, axı onun gözü Əba Abdullah Hüseyin Aleyhisselamın o minbərindən barigahına, onun günbəzinə düşür. Onu ki, görmərsiniz. O göz ki, onu görər Əba Abdullah Hüseyin Aleyhisselamın ziyarətgahını, barigahını, həya edər. Allah o şəxsin Əba Abdullah Hüseyin Aleyhisselamın durur, qayıdır, gedir Əba Abdullah Hüseyin Aleyhisselamın hərəminə. Gəlir görür ki, oğuldan xəbər yoxdur. Oğlunu axtarır, olmaya bunu öldürdülər. Gəlir görür ki, Əba Abdullah Hüseyin Aleyhisselamın hərəmində Kəffaşiyyədə xidmət göstərir. Kəffaşiyyə bir yerdir ki, zəvvarlar hərəmə daxil olanda bir yerdir ki, ayaqqabıları çıxardarlar. Orada adamlar ayaqqabıları cütləyərlər, qoyarlar, sana bir nömrə verərlər. Oğul, mən səni qatil göndərmişdim, sən gəlib, sən əkisinə mi qalxda? Dedi ki, atacan, mən yuxunu gördüm. Sən mənə istəyirsən, Allah Əba Abdullah Hüseyin Aleyhisselama bu məqamı verir. İndi o Əba Abdullah Hüseyin Aleyhisselamın yəni məclisində oturubsan ki, biləsən hansı məclisə Allah sənin əlindən tutub gətirib bu günü şəxsiyyətin. Allahın ayəsinə riayət edirsən. Eyni zamanda ki, oturubsan burada, Allahın Qur'andakı bir ayəsinə əməl edirsən. Allah Peyğəmbərə nə buyurdu? قُلْ لَا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى Salavat denen uzadan. Allahümme salli ala Muhammed ve ali Muhammed. Salavatlarınız o kadar möhtem olmalı ki yatanlara ayrılsın. Muhammed ali Muhammed'e salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Salavat görürsen möcüze eləyir. Biri-birinizin salamətinə, əmvatımızın ruhuna salavat. Allahümme salli ala Muhammed. Muhammed'in ey kaş, Əba Abdullah deyir ha, ey kaş 114 ola oğlum mənim Allahım, hər birini qurban edin Sure-i Kur'an əvəzində. Ettin sual, Lokman-ı əqlidən cəngə məgər, cəng yəni müharibiyə, cəngə məgər süd əmər gedər. Gəldi cavab, görsə ki Kur'an xətərə düşür, Ali Əlinin körpəsi süddən küsər gedər. Salavat. Behiş bağlarını çəkməyin mənim gözümə, çünki behişdən də gözəl Kərbəlası var ağamın. Niyə behişdən gözəldir? Behişdən bülbül olar gül, boğazın ox bitməz. Ağustan qana batan balası var ağamın. Yastım əvvəl bağrıma möhkəm, ey səslədim ey qolsuz əbəlfəz, zəhrli peykana yapışdım yarasından, çəkim yaradan qandaşdı. Ey gülümsədi oğlum, mələklər ağlaşdı. Balam lay lay, gülüm lay lay, bəh bəh. Balam
Gülüm la ilahe inşallah bu gece Ebu Abdullah Hüseyin Aleyhisselam'ın rubabın o 6 aylık balasına la ilahe diyecek. İnşallah Allah balalarınızın gözün nuru karar versin. Baktım ahım şekline gördüm, sine söken xəncərə benzer. Qan süzülür her tarafından, mixederi heydere benzer. Dedim canım kurban ne çektin ay Zehram, yaralı dəfn oldun geceyle vaveyla. Balam lay lay, gülüm lay lay, balam gülüm lay lay. Bir de balam eşkine gülüm lay lay. Bir de Balam lay lay, gülüm lay lay. Can Zeynep'im yubanma, oxlandı şiir xar. Bilirsiniz de Ebu Abdullah Hüseyin Aleyhisselam artık suyun yolunu bağlamıştılar. Geldi Rübab'a dedi ki, dedi Rübab, baba bu uşaq da görürsünüz ki, rivayette var buyurur ki, o xırda uşaq, ay analar, ben sizden sual edirəm. Görərsən gecə aləmində hamı yatıbdırsa, gözlər yuxulayıbdır, işığı da söndürüblər. Görürsən uşaq körpə uşaq ağlayar. Əgər cavan gəlindirsə, əgər təzə övlad anasıdırsa, əgər xam olarsa, hələ bilməzsə uşaq, o ağ birçəklər, ağsaqqalar, dünya görmüşlər, təcrübəsiz görmüş adamlar, görər ki, uşaq çatlayır, değil mi? Uşağın gəlir, pampersini dəyişər, orasın, burasın. Bir ağsaqqal ağı birçə olsa, desə, bana, hələ bir, o uşağa biraz su verir. Bəlkə də uşaq susuzdur, onun dili yoxdur, ağzı yoxdur. Gətirib görəsən, o uşağa su verərlər, görəsən, balaca körpə uşaq, içər o naz gözlərini yuxlayar, şirin yatar. Ebu Abdullah Hüseyin Aleyhisselam'ın balası. Balaları var, balamız qurban olsun, ya Ebu Abdullah. O balaca körpə balam. Ebu Abdullah sen buyurur ki, qundağıda necə bu susuzluqdan, istəyirəm yavaş-yavaş qəlblərinizi aparam o Kərbəla, bir ürəyiniz ağlasın doğrudan da qəlbiniz qırılsın Ebu Abdullah. Bu musibət Əhl-i Peyğəmbərdir. Ki, su balıqdan çıxan, o sudan çıxan balıq suzlu görəsən torpağın üstündə neyniyər? O belə çırpılara, buyurur ki, Əli-i Əsqər susuzluğundan qundağında o cür çırpınırdı. Ebu Abdullah Aleyhisselam'ın o kişiliği, o qeyrəti yol vermədi. Dedi ki, mən balamı götürüm, aparım düşmənin müqabilində tutum. Deyim ki, ay şərəfsizlər, ay namərdlər, ay kişiyə oxşayan nakişilər ki, mənə rəhminiz gəlmir, bu körpənin günahı nədir? Görmürsünüz balam necə, bu xırda uşağa buna su veririz deyə. Sizin nəzərinizə şəxsin inancı, etiqadı bu cür, ona nətər cavab verərlər? Düşüncözlə dedilər ki, hə, su məlun lənət olunmuş İbn Ziyad hökm verdi Hərmələyə. Hərmələ sərras ox atan idi. 3 dənə deyir, ox gətirmişdi Kərbəlaya, xüsusi ox idi. Ox 3 başlı ox idi. Yəni bir dənə oxun başında 3 dənə başı var idi. O ox hər bir icidə dəysəydi onu yıxardı. Hərmələ dedi ki, Hərmələ, görmürsən Ebu Abdullah Hüseyin Aleyhisselam'ın balasında o 6 aylıq südəmər uşağın boğazı, ağ boğazı necə parıldayır, gəl deyir adama. Qılmadılar Peyğəmbərə və Peyğəmbərin əhli beytinə. Hörmətin o evin qırdılar. Ebu Abdullah Hüseyin Aleyhisselam'ın ki buyurur, qucağında 6 mahə 6 aylıq südəmər qurban verdi.
işarə Qurban önündə və Əbu Abdullah Aleyhisselamın balasının ki buyurur ki o üç başlı ox bu qulaqdan bu qulağa kimi Əliyə Əsğərin boğazını kəsdi. Ya İmam Müsəlman, təsliyyət ərz edir. Gözümün yaşına qurban olum, qəlbimə qurban olum. Bu yolda gərədən gözümüz qan ağlıyor, acı surxar. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Ebu Abdullah ellerin tuttu uşağının boğazından akan kanı. Oğuzun doldurdu uşağının Əli Əsğərin kanıyla. Töktü semalara dedi Allah şahid ol. 6 aylık Əli Əsğərimi qurban verdim ay Allah. Allah'ım kuzu kurbanım ellen, kurbanımı kabul eyle. Elim anam, elim anam, elim anam. Dedi gel Zeynep'im, yubam ay bacı. Ah görürsen bacıdır da kardeşin çətin günündə yanında ola. Ay bacılar, Allah kardeşlerimize ömür versin. Allah onları gözünün çırağı. Eğer bak kardeşe bir söz olanda neyi diyersen ürəyin parçalamaz. Kardeş de görürsen hele bir çətin günündə bacısını çağıran. Ay bacı. Dedi gel Zeynep'im yubam ay bacı. Bacı yoklandı şirkarım süde ver bana vay bacı. Bacı kandan yanır geçirttim Əli Əsğərimi. Serbazı namıdarım ay bacı. Bacı al sinen üstte sakla. Ben can veririm. Ben can veririm sen ağlay bacı. Lay lay de belki yattı. Benim bu 6 aylık süre ver bana vay vay. Tamamı dezinmezdim Ali. Lay lay balam, lay lay balam. İndi siz Allah dikkat ediniz. Eğer bir kişi anasından uşağı alıbsa ki ver gedim balığı suyla sirab eləyəcəm. Onda gördüler elə ki oxtaydı Əli Əsğərin boğazından. Əbu Abdullah çəkdi əmasın başına. Mənası budur ki Ərəblərdə bu rəsm var. Eğer bir adam əbasının başına çəkdisə, mənası budur ki, yəni yol, Allah day mən neynim, Allah mən hara gedim, bilmirəm xeymə tərəfə gedim, eğer gedirsə xeyməyə Əli Əsğərin xal anasını Rübabə nə deyim, axı alanda uşağı dedi, Rübabə lan müntəzirdi xeymələrdə, balamı atası sirab eləyə, balalar var, balamız qurban. Desin məzlum ağamızın, məzlum ağam Hüseyin. Ölmüştü teşneliden düşman biraz tələsdim. Xəncər kimin boğazın ox sinə üstə kəsdim. Açdı gözün oyan. Siz Allah gözün necə şair. Allah ömrünə bərəkət versin Qəffari. Açdı gözün oyandı, baxdı biraz harasan. Gör uşağı necə o halını, tərcümə halını yazır.
Ölmüştü teşneliden, düşman biraz tələsdir. Yani onsuz da Əli Yasqarım susuzluğundan ölmüştü kucağımda. Susuz uşaq artıq halsız olub, ölmüş kimi nəfəs alırdı. Ölmüştü teşneliden, düşman biraz tələsdir. Xəncər kimin boğazını sinə üstə kəzdi. Acı zurğay açdı gözün, oyandı, baxdı biraz hərasar. Görəsən hələ ox dəyibdi, uşaq deyir, görəsən bu nə idi baş verdi. Açdı gözün, oyandı, baxdı biraz hərasar. Can çıxınca peykər qundaq içində yazdı. Qundaq içində belələ yağmırdı yəni yazğın. Gördüm balam çalıqlıyır, qəlbim kimi alışdım. Göz yumdum əsxərimdən möhkəm, oxu yapışdım, biraz təsəvvür elə, amma Abdullah istəyir indi oxunun balasının boğazından oxu çəksin. Göz yumdum əsxərimin möhkəm, oxundan yapışdım. Qulaq as, üç şöləli yox çıxınca mən əsdim əsxər bəzdi, ay bala. Ağıl görmə balanınla can var. Üç şöbə ox çıxınca mən əsdim əsxərim əzdi. İmam-ı zaman əvvəl ağa, ah, küsmüşdü xeymələrdən nazənin, nazın çəkib barışdım. Lay lay tanıblar oxlar, oğlum yaman yatıbdı. Əsxər deməsinəmdə bir parça qan yatıbdı. Pişvazət elinizdə çıxsa əgər rüqəyyə, Əsxər denən əzizim çoxdan inan yatımdı. Aldı o kəfənin qucağında balanı gətirdi xeymələrə tərəf. Dedi Allah bilmirəm neyliyim Əli Əsxər. Gördülər Əbu Abdillah Hüseyin Əleyhisselam gəldi xeymələrin kənarında, qılıncının ucuyla başladı yeri qazmağa. Əli Əsxərin yana dolbaqların altına qoydu. Biraz da ana var da burada, ana diliyle biraz okuyayım. Rübabın dilinden, Rübab bileysen ne dedi? Geldi, baktı balasına, dedi ki, çok narahat oldu. Dedi biraz okşama okşaydı. Ben gülen ki dermedim balaya, Ali balaya. Ben gülen kim dermedim, okulda bilmedim ay Allah. Bana hay düştü yoklamıza, oh yaram görmedim ay Allah. Ali balam anal ürəydi da. Dedim bana boş beşi bezerem bana. Anadı da gör ne deyir ısrarlı kulağız. Bana boş beşi bezerem bana. Beni üstüne gül düzerem bana. Eli senle zora, eli
Senden sonra seni sallam yadıma. Küçələri bələr bələr yazarım bala. Ali balam Ali balam Ali balam. Bala belə boşuna dolandım Ali. Allah bilir ne hale meydan içinde kaldım. Matemli yaresinden bir gemli buse aldım. Diriyle geldim fırsattan istifade ededim. O yüzünden çile kan akırdı. Balamın bir de ganimet oldu. Balamı yoluna getirirler. Üzümden ölen verdi. Ekber ölen de vallah bu hale kalmamıştır. Düşmencülen de Zeynep fikreyledim kocaldım. Fikreyledim kocaldım. Buna baksana Allah bu beyte bak. Canım çıkanda bir yol Ekber ölende bildim can sen. Asgar ölende ama min yol ölüp diri. Asgar ölende ama min yol ölüp dirildi. Düşman görür dümende kulak asa. Düşman gülür dümende gözyaşımı eleydim. Allah bilir keman tek gam güsteden eğildim. Bala menden bu roza Zeynep bir şerhi bir kalemdi. Gördüm gelir bir avret deryayı derd o hemdi. Aldı balamı menden. Bilirsen sen şimdi dikkat ile ha. Deyir ki gördüm gelir bir avret. Elan Ebu Abdullah isteyir uşağı aparsın xeymelere deyir. Gördüm bir avret gelir. Gördüm gelir bir avret deryayı derd o hemdi. Aldı balamı menden, fikreyledim ki sen. Etşan balamı menden, gördüm alan nenemdi. Nene Zehra dedi, ay bir balam bana. İmkansız olsa Zeynep Ali balam, Ali balam